Salam dostlar, sizlərə bir müraciətim var. Mən daha bu Şahmar Salman YouTube kanalında canlı yayımlar açmayacağım. Video paylaşımlar olacaqdı, shorts yayımlar olacaqdı, shorts videolar olacaqdı. Baxın, bəyənin və fikirlərinizi bildirin. Mayın 12-sindən sonra amma bir-iki dəfə canlı yayımlar açacağım. İşte gəl, canlı yayım vasitəsilə qazanc gəlirsə, mən həmişə mayın 12-sindən sonra həmişə canlı yayımlar açacağım. Belə deyək, heç yeri gələndə üzümü göstərməyə də bilərəm, səsimi çıxartmaya da bilərəm. Belə deyək əzizlərim. Mənə dəyər verən, hörmətli, dəyərli izləyicilərimin hər birinin qarşısında baş əyirəm. Mənə dəstək olan, kömək olan hər bir şəxsə can sağlığı arzulayıram. Allah razı olsun. Allah köməyiniz olsun. Çox sağ olun. Haqqınızı halal eləyin əzizlərim. İstər xanımlar, istər bəylər. Hər birinizin qarşısında baş əyirəm. Təşəkkür edirəm hər birinizə. Minnətdaram. Kiminsə xətrinə dəymişəmsə də ola bilsin də, indi ola bilər də. Üzürlü saysınlar. Yəni o mənim hörmətimi saxlayan şəxslərə aiddir də. Yəni o hörmətsizlik eləyənlərə yox, hörmətimi saxlayan şəxslərə aiddir. Kiminsə xətrinə dəymişəmsə də üzürlü saysın bir daha. Allah can sağlığı versin, Allah xoşbəxt eləsin, gözəl gününüz olsun. Bir-iki günlükdə Elmar Eldaroğlu YouTube kanalında canlı yayım açıram ki, yəni onun da saat baxışı da olsun. Yəni monetizasiyası aktivləşsin də, belə deyək də, pul qazanması aktivləşsin. Təşəkkür edirəm. Paylaşımı bəyənin, bu paylaşımı bəyənin və fikirlərinizi şərh bölümündə yazın. Mən Şahmar Salman kanalına dəstək olan hər bir şəxsə təşəkkür edirəm. Abunə olan hər bir şəxsə təşəkkür edirəm. Allah razı olsun, Allah can sağlığı versin. Nə vaxtsa da ola bilsin, kimsə, hansısa bir şirkət mənim kanalıma buyurar, deyər ki, məsəl üçün bizim şirkəti, bizim obyekti, bizim ofisimizi reklam elə, sənə nəsə bir köməklik eləyə bilərik. Belə, təşəkkür edirəm hər birinizə. Var olun. Allah can sağlığı versin.